Euzubillahimineşşeytanirracim. Bismillahirrahmanirrahim. Ve bihi nesta'in. Ve huve khayru nasirin ve mu'in. Ve lanetullah ala a'daihim ecma'in. Minel an ila kıyam yevmiddin. Amin ya rabbel alemin. Rabbi şrahli sadri ve yessirli emri ve hlul ugdeten min lisani yefkahu kavli. Allahümme salli ala Muhammed ve ali Muhammed ve accil faracahum. Olma şeytanın şerrinden Allah'a sığınıram. Rəhman, Rəhim olan Allahın adıyla. Allahın salam və salavatı olsun Peyğəmbər və onun pak əhli beytinə. Salam əziz tələbələr və bizi izləyən dəyərli həmvətənlərimiz, hər birinizi xoş gördük. Şiəşünaslıq dərsində 10-cu video çəkiliş. Bugün 21 fevral 2026-cı il. Bu kitabımızda səhifə 23. Biz danışırıq şiəlik barəsində və şiənin etiqadları barəsində. Yavaş-yavaş giriş ünvanında biz 9 dərsə yaxın məlumatları verdik. Keçən danışmışdıq bu barədə. Mən üzündən keçdim, amma sizə bu günləri məlumat verim. Biraz geniş. Mümkündür, halsız oxumasanız, sonra buradan yararlanın. Səhifə 23. Şiəli Peyğəmbərlik əsrində. Peyğəmbərin təkidli tövsiyələri İslam torpaqlarında şiəliyin toxumunun səpələnməsinə və tədricən inkişaf etməsinə səbəb olub. Peyğəmbərin zamanında bəziləri Əli əleyhissalamın vilayətini qəlblərində salıb, Əli şəxsi kimi tanınıblar və Peyğəmbərdən sonra tam qətiyyətlə imamla olan əhtimanlarına sadiq qalıblar. Peyğəmbərin dövrünə Əli qəbul ediblər ta axıra qədər. İslamın ilk dövründə şiəliyin özəyi bu dəstədən ibarət olub. Əsas o qlavarlar deyə, əsas özək. Olur kimlər? Əlinin dostları. Bundan sonra da şiəli tarix boyu imamət və Əli əleyhissalamın canişinlik məsələsinin düzgün dərk edilməsinə nəticəsində özünə yol açıb və daim genişlənməkdə olub. Bu məlum. Şiəli Hicazdan var. Hicaz haradır? Məkkə, Mədinə. Hicaz, yəni Məkkə, Mədinə. Əvvəllər həm məntəqə deyirlər Hicaz. İndi muğam var, Hicaz muğamı. Bu ora adiyyəti var da. İndi mümkün də hər məntəqə əvvəllər müəyyən adla olsun, sonra başqa bir adla. Məsələn, Salyan Neftçala əvvəllər gedək Darül Müminin. Kim bilir? Bilən bilir də. Darül Müminin, möminlər diyarı, Salyan Neftçala. Sonra orada məsələn böyük çıxıb müştəhidlər, ayətullahlar, filankəs Salyanı. Daha deməzlər Neftçalayı, çünki əvvəl bunlar eyni rayon olub, sonradan ayrılıblar, ikisi müstəqil rayon tabi günə qədər. Darül Müminin, möminlər, orada böyük seyidlər, ağalar, alimlər, olub müştəhidlər, filankəs Salyanı, ayətullah Salyanı, həmin o iki rayondan çıxıblar. Mümkün sırf biri Neftçadan olsun, biri sırf olsun, məsələn üçün Salyandan, Allah hamısını müşahid eləsin. Kiməsə sonra adı dəyişilib. Biri olub Salyan, biri sonra Neftçalar, müəyyən adlarına görə. Və digər rayonlarımız həmçinin. Mən oralıyam deyən Neftçalarım da o cəhətdən zehnə bu gəlir. Hicaz Məkkə, Mədinə. Deyir, şiəli başlayıb Məkkə, Mədinədən. Şiəlinin vətəni Hicaz torpağıdır. Nədir bu? Peyğəmbər hardan başlayıb? Məkkədən. Məkkədə olandan var da bu. Əvvəl demişəm, biz deyəlim ki, şiəli hələ İslam dinidir. Nə deməkdir bu? İslam dinində qanun nədir? İlahi rəhbər barəsində. Yəni, cəmaatın başçısını kim təyin eləməlidir? Biz deyirik ki, Allah. Əvvəldən var da bu demək. Deməli, İslamın əqidəsi budur. İslamın fundamenti. Bunun üstündən qurulur ki, Allah seçir Adəmi, Davudu, İbrahimi, Musanı, axırıncı Peyğəmbəri. Kimlər ki, deyir, Allah yox, bəndə seçir. Nə vaxtdan gəlir dünya, nə vaxtdan olublar? Sonradan. İmam Əli xilafətinin qərargahını, İmam Əli əleyhissalam öz xilafətini köçürür İraqa. Ondan sonra şiə daha çox inkişaf edir və həmişə dünyanın müxtəlif yerlərində yayılmağa davam edir. Və burada Peyğəmbərin məşhur sahabələri var, səhifə 24-də. Deməli, Bəni Haşimdən olan, yəni Peyğəmbər nəslindən olan sahabələr, burada harasa 21 nəfər adın qeyd edilib və s. çoxdur.
Bəni Haşimdən olan Əli şiələri və Bəni Haşimdən olmayan, yəni Peyğəmbər nəslindən olmayan Əli İslamın xas şiələri. Məsələn üçün var orada 22-ci adam Səlam Məhəmmədi, Səlman Farsi da İranlı olub əslən. Amma götürülmür milliyyətlə. Musa Peyğəmbər, İbrahim Peyğəmbər milliyyəti Yahudidir. Yəni Yahudi nəslindən gəlib. Bunların nəsli bir də Musa Peyğəmbər nəsli gəlir bu Yaqub Peyğəmbər nəslindən. Oğlanların bir adı Yahuda idi, onun nəsli artıb. Milliyyəti ola bilər, Fələstinli olsun, amma din başqa bir şeydir. İndi bu Farsça deyə vəssalam elə şey yoxdur ki. Milliyyət yox. Dinimizdə milliyyət yoxdur. Dinimizdə etiqad var. Adam bəzən atır ortaya milliyyəti, bu parçalamaq üçündür. Və yuxarı var Abdullah, Übeyd və s. Və sonra burada 4 dənə kitab, 5 dənə kitab adı qeyd edib ki, 4 dənə kitab, bəli. Ki, məsələn, bu 4-5 kitabda siz elə bilərsiniz ki, məsələn, bunlar adlarını tanış olasınız. Yəni, İslam etiqadları harada yazılıb, şiənin etiqadları haradadır? Bu adlarını qeyd edib ki, və filan kitablarda bunlar var.